Hörmətli həmkarlar, əslində elə biz o mövzudan başlayırdıq. Mehpara xanım dedi, biz fikirləşirdik ki, Üzeyir doktorla kimin patologiyasıdır, ümumiyyətlə kim məşğul olmalıdır bu işlərlə. Burada dəyərli hocalarımız var, onların da fikrini sorarıq. Əslində bu biraz hematologların az istifadə etdiyi müalicədir. Bu daha çox kardioloqların, hətta gastroenterologların, digər ixtisas həkimlərinin istifadə elədiyi müalicədir. Amma düşünürəm ki, bütün ixtisas həkimləri ən azından təcili yardım həkimləri daxil belə qanaxma ilə daxil olan və antikoagulant qəbul edən xəstələri, xərçəng olan xəstələr, antikoagulant qəbul olunan, trombotik hadisələrlə olan xəstələri mütləq həkimlərimiz bilməlidir. Mən geniş antikoagulant terapiya haqqında danışmaq istəmirəm. Amma çox qısa qeyd eləmək istəyirəm ki, ümumiyyətlə qanaxmanı dayandıran sistemimizə hemostatik sistem deyirik. Koagulyasyon kaskad əvvəl toxuma hal-hazırda əvvəl daxili xarici yol olaraq bilirdik. İndi toxuma faktoru yolu və kontakt aktivasiyası yolu olaraq hər iki yol ortaq yerdə birləşərək 10-cu faktorun aktiv 10-cu faktora keçməsi ilə başlayır və protrombinin trombinə və beləcə də fibrinin əmələ gəlməsi baş verir. Çox qısa keçəcəm bu slaytların üzərindən. Ümumiyyətlə, antikoagulantlar hərəsi bir hissədən təsir eləyərək biz daha çox parenteral oral olaraq bölürük və indirekt dolayı yolla təsir eləyən klassik heparinlər, aşağı molekul ağırlıqlı heparinlər və fondaparinuksu qeyd edə bilirik. Direkt olaraq trombin inhibitorundan hiridin, bivalirudin və argotrobanı qeyd edirik və faktor 10 inhibitoru olan danaparoid, indirekt yoldan klassik vitamin K antagonisti olan varfarin və direkt olaraq trombin inhibitoru dabiqatran və faktor 10A inhibitoru olan yeni preparatlar. Bunlar rivaroxaban, apixaban, edoxabandır. Ayrı-ayrılıqda mən hər preparatların üstünlüyün və çatışmazlıqlarında dayanmaq istəmirəm. Sadəcə, çünki klinik hallarla düşündük ki, biz müzakirə eləyək. Qısa deyə bilərik ki, direkt oral inhibitorlarla varfarin arasındakı fərqlər əsas bildiyimiz kimi yeni dərmanlar fiks dozda istifadə olunur, monitorinqinə ehtiyac yoxdur. Bu dərmanlara qida və dərmanlar az təsir edir, qanama ehtimallarımız daha az olur və bu dərmanın potensialını artırmaq üçün əvvəlcədən sadə heparinlərin başlanmasına ehtiyac qalmır. Ancaq çatışmayan xüsusiyyətlərimizdən biri bildiyimiz kimi qaraciyər böyrək məsələləri, hamiləlikdə istifadə olunmaması, az öncə də Mehpara xanım bildirdi və yenə də bu uzun müddət istifadəsi varfarin kimi deyil, yəni təcrübəsi biraz azdır bu dərmanların və pik təsiri də gördüyümüz kimi varfarində 4-5 gündür və hemostaz monitorinqi mümkündür, amma bu preparatların pik təsiri 2-4 saat içində baş verir. Nəyə diqqət eləməliyik bu dərmanların istifadəsində? Daha çox kəskin hallara, travmalara, cərrahiyə, klinik tablolara, trombotik və qanaxma halları, toksik dozda dərmanın qəbuluna və çəkinin 120-dən yuxarı və 60-dan olmasını, mütləq bu preparatların qaraciyər və böyrək xəstəliklərində mütləq doz korreksiyasına ehtiyac var və hətta Child Park təsdifatına görə C mərhələdə heç bir antikoagulant istifadə olunmur. Qanama ehtimalları hər zaman nəzərə alınmalıdır. Bildiyimiz kimi xəstələrdə ölümcül, mayor, klinik əlaqəli qanama və minor qanama olaraq bölə bilərik xəstələrimizi və bu qanamanı önləmək üçün müxtəlif modellər var. Bu modellər daha çox retrospektiv çalışmalara əsaslanır və daha çox venoz tromboembolizmə aid 10 və non-valvular atrial fibrilyasiyalarda 7 model olaraq göstərmək olar. Ancaq
ortaq olaraq bu kriteriyalar daha çox yaş, qanaxma anamnezi, aktiv xərçəng, renal çatışmazlıq, anemiya, arterial hipertenziya kimi əlamətləri mütləq biz nəzərə almalıyıq. Hansı qanaxma ilə daxil olanda biz nəyi nəzərə almalıyıq? Mütləq hansı antikoagulyantı xəstə qəbul edir, biz mütləq bunu araşdırmalıyıq. Son dozası nə zaman qəbul olunubdur? Xəstə yanaşı olaraq antiinflamatuar dərmanlar, antiaqreqatlar, aspirin qəbul edirmi və yaxud da xəstəmizdə bilinən bir renal çatmamazlıq varmı? Dərmanı biz biliriksə, ona görə biz xüsusi testlərimizi edirik, amma bilirik ki, əsasən biz varfarin qəbulunda heparinlərdə monitorinq edə bilirik, amma digər preparatların, yeni doakların qəbulunda xüsusi bir testlərimiz yoxdur, amma ümumi hemostaza baxaraq bir də anti-10A faktorunu kontrol edə biliriksə, ilk 4 saatda bunlara baxırıq və mütləq xəstələrin dərman qəbuluna görə antidot qəbulunu məsləhət görürük. Burada ayrıca antidotlar göstərir. Mən amma növbəti slaydda qeyd edəcəm. Antidotları biz əsasən antidot müalicəsini nə vaxt istifadə edirik? Dabiqatran qəbulunda və yaxud da digər antikoagulyantlarda biz ümumi olaraq antidotlar istifadə edə bilərik. Bunların içərisində idarosizumab istifadə olunur və andeksanet. Eyni zamanda əgər birinci xətt müalicədə antidotlarımız effektiv deyilsə, biz ikinci xətt olaraq daha çox protrombin kompleks konsentratının istifadəsi və yaxud da bəzi hallarda təzə dondurulmuş plazma ilə yanaşı digər hazır olan məhsulları istifadə edə bilərik. Əks göstəriş biz hamiləliyi göstərə bilərik, mayor dərman təsirini, valvular atrial fibrilyasiyanı qeyd edə bilərik, mexaniki ürək qapaqlı xəstələri qeyd edə bilərik. Mən klinik hala keçmək istəyirəm. Klinik halımızda 68 yaşında kişi xəstədir. Qanlı qusma və halsızlıqla müraciət edib. Anamnezində atrial fibrilyasiyası var 5 ildir və arterial hipertenziyası 10 ildir. Xəstə rivaroxaban qəbul edir. 20 mg günə 3 ildir qəbul edir. Amlodipin qəbul edir yanaşı olaraq. Eyni zamanda aspirin alır. Qida əlavələrində xəstə son vaxtlar sarıkök tozunu çay kimi qəbul edir. Yəni biz başqa məhsullar da ola bilər, amma mən xüsusilə belə seçmişik. Hal-hazırki vəziyyətdə də son 24 saat ərzində qanlı qusması var. Son həftədə baş gicəllənməsi olub, yorulması olub. Son günlərdə qara rəngli belenası olub. Fiziki müayinədə təzyiqi 90-dan 60-a, nəbzi 110 vurğu dəqiqədə. Dəri və seyrikli qışaları solğundur. Qarın müayinəsində yüngül ağrısı var. Hemoglobini 7.5, ineresi 2.3. Bura diqqət eləməliyik, çünki yeni antikoagulyantların qəbulunda adətən inere dəyişməz. Kreatinin yüngül yüksəkdir, yüngül böyrək funksiyası pozğunluğu var. Trombositi normaldır xəstənin və mədədə erozif sahə qanama müşahidə olunur. Biz burada diaqnoz olaraq antikoagulyant müalicə fonunda yaranan yuxarı mədə bağırsaq qanaxması qeyd edirik və müalicə planımız nədən ibarət olur? Biz dərhal antikoagulyantı dayandırırıq. Antidot tətbiqi edə biliriksə, əlimizdə antidot varsa, idarosizumab tətbiq edirik. Amma əlimizdə yoxdursa, biz çalışıb protrombin kompleks konsentrat istifadə edirik. Az öncəki slaydda qeyd elədik. Xəstəyə dəstək müalicəsi veririk. Bunlar standart təyinatlardır, gördüyümüz kimi və endoskopi müdaxilə ilə qanaxmamız varsa, onu saxlayırıq.
Qida əlavəmiz və aspirin istifadəsini mütləq dayandırmalıyıq. Burada qeyd elədiyimiz kimi bəzi antikoagulantlarda qida əlavələri və aspirin qəbulu bəzi xəstələrdə təsir edə bilər və xəstəliyi yenidən qiymətləndiririk və kardioloji konsultasiya ilə bərabər olaraq biz xəstəmizə yenidən antikoagulantın başlamasını müzakirə edə bilərik. Burada hansı antikoagulantı necə təyin eləməliyik, bunu Üzeyir doktorla bərabər məncə müzakirə edək və zaldan da suallar olarsa verək. Çox sağ olun Valid doktor. Doğrudan da açıkçası bu biraz hematologların az karşılaştığı bir durumdu. Ama kanama olduğu zaman biz çok korkuyoruz. Çünkü seyirci aritmiya bizim için önemlidir. Bu atrial fibrilyasiyada emboli riski var. Bilirsiniz çok pisdir. Yani ben birinci bunu demek istedim ki mesela bir neçə dənə qanama növü sayımda beyin qanaması, oynaq qanaması, döş qəfəsi boşluğuna qanama, mədə qanaması. Bunlardan hansı kritik bölgədir? Mesela bir də oynaq daxilinə qanama, qarın daxilə. Boşluqları olan qanama, mədə qanaması kritik bölgə qanaması deyil. Yəni bu o qədər digər qanamalardan daha az əhəmiyyətlidir. Amma burada hemoglobin səviyyəsi həm çox düşüb 2 qram desilitrədən, xəstə hemodinamik olaraq qeyri-stabildir. Onun üçün bu bir önəmli bir qanamadır. İndi xəstənin vəziyyəti stabilləşdikdən sonra bir kere bu xəstədə artıq bizim bu xəstəyə stent qoyulsa belə aspirin göstərişi yoxdur bu xəstədə. Biz buna sadəcə yeni nəsil oral antikoagulantlar verə bilərik. Qanama əslində onun rəqəmləri var. Qanama ehtimalı ən az olan əlimizdə Azərbaycanda dabiqatran var, düzdür, biz çox az istifadə edirik. Rivaroxaban var, apixaban var və edoxaban var. Mən öz slaytlarımda göstərəcəm. Bunlardan qanama ehtimalı, mədə-bağırsaq sistemində qanama ehtimalı ən az olan və kreatini də xəstənin biraz yüksəkdir. Apixaban daha uyğundur. Apixaban başlaya bilərik ki, daha şeydir. Amma yəni, bu iş belədir ki, bir dərmanın qanama ehtimalı azdırsa, trombozdan qoruma ehtimalı da o qədər azdır. Yəni, çünki koreledir. Amma bu xəstə üçün məncə apixaban uyğun bir seçimdir. Dozasını da müəyyənləşdirə bilərik. Sadəcə dozasında bir neçə faktora baxmaq lazımdır. Xəstənin yaşına baxmaq lazımdır. 80-nin üstündə böyrək çatışmazlığı varsa, bir şey daha vardı slaytlardan ben göstereceğim. Bu faktorlar, 3 faktordan ikisi varsa yarı doz. Əks halda bütün doz başlayırıq və slaytlardan gördüğünüz kimi apixaban böyrəkdən ən az metabolizə edilən dərmandır. Onun üçün böyrək çatışmazlığında bu qrup dərmanlar arasında 27% böyrəkdən metabolizə edilirdi. Onun üçün bu qrup xəstələrdə də apixaban daha uyğun bir seçimdir. Mən özəlliklə bu xəstəni seçdim. Yəni bu xəstədə hətta trombotik hadisəsi olan xəstəmiz də olur bəzən. Həm xəstədə qanaxma var, həm trombotik hadisə var. Yəni bu cür xəstələrdə təbii ki, mütləq böyrək dozu funksiyası nəzərə alınmalıdır. Bu xəstədə yüngül böyrək problemimiz var və digər faktorlarından arterial hipertoniyamız var xəstəmizdə. Və bu xəstədə təkrarən daha yarı dozda eyni dərmanı təkrar başlaya bilərik və dediyimiz kimi də apixabanı seçib o seçimi edə bilərik. Bəli, burada aspirinsiz eyni doza başlaya bilərik. Zaten kreatinin klirensi 15'e qədər dabiqatran xaric əksəriyyətini vermək olar bunların. Onun üçün başlana bilər. Dozasını isə risk faktorlarına görə hesablaya bilərik. Əgər növbəti klinikalımız üçün buyurun siz gəlin.